Dostumla həyətdə bir həftə gün 2 gündür çəkmədik. Çünki gec düşmüşdük, yəni 19-da falan düşmüşdük. Ona görə mənası olmayacaqdı və bugün çox qəşəng bir şey oldu. Dostum mənə zəng gəldi və dedi ki, başqa dostumdan, yəni mən gələcəm, 30 dəqiqə gələcək, yəni yoldadır. Biz aslında çox danışmışıq. 1-2 dəqiqə 30 dəqiqə 20 İronikimiz idi, nəysə. 20 dəqiqə falan düşmüşük, amma telefon zərkası 19 olduğu üçün, 18-dən sonra bir şey olduğu üçün, az olduğu üçün zərkaya qoymuşdum. Biz də evə gəldik, çöldə durduk. Telefonda zərkaya qoymuşdum. İndi 50% olmalı, indi powerbankda qoymuşum zərkaya. Əgər az olsa, gelib powerbanka gətirəcəm. Pişik bizim bankımız yemə çalışır, atmaya çalışıyoruz. Mənim çox balaca XXX içində. Video çəkisini xoşumuza gəlmədi, adamlar gəlib keçirdi, yəni oğlanlar. Və görə həmişə ki, yerimizə keçəcəyik. Bizim öz pavyerimiz aldığımız yer. Dostum geldi. Merhaba. Dışarı bitirmeyi düşünerek. Tamam. Elimde peynirdir. Siz hepiniz ince pek. Yok. Deməli biz çəkdik 20 dəqiqəlik bir video oldu. Hələ də qab bu arada. İndi bunu yeyəcəyik. Marketdən aldıqlarımı çəkmək yadımdan çıxdı.